Tahara müşkünü səhv istifadə edirsən. Doğru qaydası isə budur. Çox vaxt xanımlar elə bilir ki, ağ müşk adi ətir kimidir və onu birbaşa hər yerə vurmaq olar. Amma yox, bu sıradan bir qoxu deyildir. Həm təmizlik, həm də xüsusi gigiyena ritualıdır. Əgər qoxunun günlərlə qalmasını və bədəninizlə tam bütünləşməsini istəyirsinizsə, onu duşdan dərhal sonra bədəninizin hələ nəmli və isti ikən tətbiq edin. Bir damcı götürüb nəbz nöqtələrinə, biləklərə, boynun arxasına çəkin. İntim gigiyena üçün isə əsla daxilə yox, sadəcə xarici nahiyələrə və ya nəm pambıq köməyi ilə alt paltarların kənarlarına toxundurun. Bax o zaman yuyunsanız belə getməyən, hamamdan təzə çıxmış kimi o saf təmizlik qoxusunu günlərlə hiss edəcəksiniz. Girdiyiniz hər otaqda təmizlik qoxunuzla iz qoymaq istərsinizsə, orijinal tahara müşkünü mütləq sınamalısınız. Bəs siz indiyə qədər necə istifadə edirdiniz? Şərhlərdə yazın, doğrusunu bölüşək.